Bu müharibələrin axırı necə olacaq? Qorxu düşüb canımıza. Valla müqəddəs ruh hardadırsa azadlıq oradadır. Azərbaycanı da bunu danışan müqəddəs ruhdur. Mən kiməm ki? Müqəddəs ruh Azərbaycandadırsa, deməli azadlıq da buradadır. O ki qaldı müharibə, bunlar hamısı yaşanmalıdır. Nə olacaq onu Allah bilir. O bir video çıktı karşıma. Bir kişi oturur, deməli bir böcək olur, bilmirəm, bəlkə çoxları bunu dinləyib və ayağına toplayır o özünün nəcisini, toplayır. Bir kişi də buna deyir ki, ya Rəbbim deyir, bu nə heyvandır der də, yaradıbsa özü ayağından toplayır, sonra da yiyir, belə bir böcək olur, cücü olur. Bir vaxt olur ki, bu kişi gəlir, bərk xəstələnir, buna deyirlər ki, sən 40 gün həmin böcəyin, belə şək gətirir də ki, yəni bunu nə yaradıbsan, nədir, niyə, nə üçün sualı vermək, onun dalında şək gətirici fikirlər durur. Ona görə biraz ehtiyatlı tərpənmək gərəkdir. Və elə olur ki, həmin böcəyin, həmin nəcisini buna dərman kimi həkim yazır və bunu 40 gün yeməli olur. Bu dənizə çıxırlar. Çox maraqlı bir epizoddur. Elə bir günə ki, həmin bu müharibələrə də bir növ aidiyyətliyini mənə elə bir təsvir eləyir. Tufan qopur, qorxu içində yaşayırlar bu gəminin içərisindəkilər ki, bu dəqiqə dənizə batacaq filan fiş məkan. Bu sakitcə oturur yerində. Deyirlər ki, və sən heç bir qorxmursanmı, bir vahimələnmirsənmi, bir künyəyə salmırsan, deyir, vallahi, deyir, mən bir dəfə, deyir, Allahın işinə qarışdım, 40 gün, deyir, mən nəcis idizdirdi. Mən Allahın işinə qarışmıram, nə olacaq? İndi mən Allahın işinə qarışa bilmirəm. Nə olacaq? Bu müharibə yazılıb, kitabın İncilin sinəsində siz son zamanlar müharibə gürültuları, xəbərləri eşidəcəksiniz. Baxın, dəhşətə gəlməyin. Bunların vaqe olması gərəkdir. Bu hələ son demək deyil. Devlət devlətə, millət millətə qarşı çıxacaq, zəlzələlər, daşqınlar olacaq. Sanki başınıza qəribə işlər gəlirmiş kimi sizləri sınağa çəkmək üçün bu odlu imtihanlara baxıb təəccüb etməyin, bu imtihanları şükürlə qəbul edin. Baxdın, dinə məsləhətinə şükür, ya Rəbbim. Səndən cümləmizə rəhim diləyirəm. Çünki bir Quran kəlamlarda, Peyğəmbərin kəlamlarında yazılır. Allah deyir ki, mən gizli bir xəzinə idim. İstədim ki, tanınam. Odur ki, bəşəri yaratdım. Hikməti burada gizlənir. Əgər məndən rəhm istəyirsinizsə, yaratdığıma rəhm edin. Dost olmaq istəyirsinizsə, yaratdıqlarında dost olun. İndi biri İranı söyür, biri İsraili söyür, eləmi? Bunlar yanlışdır. Hər ikisində də deyirik, ya Rəbb, yaratdıqlarına rəhm edin, səndən diləyirik. Doğru söz budur. Mən belə bu müharibələri qarşıma çıxanda deyirəm ki, ya Rəbbim, səndən diləyirəm, yaratdıqlarına özün rəhm edin. Ən gözəldir budur. Bunu istəyə bilərsən. Yaratdıqlarına rəhm et. Yəni doğru yola yönəldin. Və salam. Quran nə deyir? Allah kimi doğru yoldan çıxardarsa, heç kim ona doğru yolu göstərə bilməz. İndi İran bir qərar verir, İsrail bir qərar verir, ABŞ bir qərar verir. Bu yanlış yolda olanlardır. Bunların hiçbirinin, necə deyərlər, verdikləri qərar düzgün deyil. Amma bunu deyən Rəbbindir. Allah kimi doğru yoldan çıxardarsa, heç kim ona doğru yolu göstərə bilməz. İndi necə göstərəsən? Bunu doğru yoldan Allah çıxardıb. Eləmi? Məsləhətinə şükür deyəcəksin. Öldürən, güldürən, ağladan Allah özüdür. Deməli, bu müharibələrdə bu insanları qıran, dağıdan, atan hamısı özüdür. Kim onun işinə qarışa bilir? Belə də yazılır. Əgər Allah sizə bir pislik, yəni ölüm, yəni bu vəhşətləri yaşamağı
İstəsə ki, sizə bunu yaşatsın və yaxud sizə bir mərhəmət, bizə indi mərhəmət diləsə, onun sizin barənizdə görəcəyi bu işlərə kim mane ola bilər? Heç kim. Yerin gün gəlsin. Biz kimik? İstəsə bu dəqiqə məni susturar, istəsə bu dəqiqə dünyanı qurar, istəsə, nə istəsə edər. Hər şey onun hökmünə, necə istəyinə bağlıdır. Bir kəlmə söz deyəcəksiniz. Ya Rəbb, yaratdıqlarını səndən rəhim diləyirik. Nə İrana söyləyəcəksən, nə İsrailə üstünlük verəcəksən, nə o biri. Çünki hər kəsdə hər şey üstəyin edir. Axırı budur. Biz dua edək ki, kənardan, ya Rəbb, yaratdıqlarını səndən rəhim diləyirik. Vəssalam. Mən bunu deyirəm.